Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bu videoda mən duzlar, onların qruplaşdırılması, onların adlandırılması, qrafik formulların qurulması, həmçinin də kimyəvi xəstələrindən müəyyən qeydlər eləyəcəm. Özünüzdə də bu qeydləri apara bilərsiniz. Deməli, biz duzları qruplaşdıranda 6 qrupa bölmüşük. Onlardan biri kompleks duzlardır, hansı ki testlərdə bizə düşmür. Yerdə qalan 5 haqqında gəlin danışaq. Burada birincisi bizim normal duzlardır. Normal duzlar. Normal duzlar nədir? Normal duzlar metal atomunun turşunun əsaslığını göstərən hidrogeni tam əvəz etməsi ilə gedən və bu zaman əmələ gələn duzlardır. Nümunə üçün normal duzlara sink sulfat yaza bilərik. Kalsium 3PO4 2 yaza bilərik. Və yaxud da mis 2 nitrat yaza bilərik. Və yaxud da mis S yaza bilərik. Əlavə olaraq ferrium SO4 olsun. Bu kimi duzlar normal duzlardır. Və burada baxırıq ki, bizim SO4 nəyin SO4-dür? H2SO4-ün. Deməli, H2SO4 2 əsaslıdır və 2 dənə hidrogenin sinklə tam əvəz olunmasından sink sulfat əmələ gəlib. Və yaxud da digərinə baxsaq, burada bizim PO4, H3PO4'ün PO4'üdür və buradakı H3PO4 3 əsaslıdır. Kalsium hidrogenləri tam əvəz eləyib, yəni hidrogen qalmayıb. Bu bir normal duzdur. Digərində NO3 nitrat turşusunun NO3'üdür. HNO3'dür. Hidrogeni tam əvəz edib və normal duz əmələ gətirib. Həmçinin buradakı S, H2S'in S-idir və hidrogenləri mis tam əvəz edib normal duz əmələ gətiribdir. Əlavə olaraq normal duz olub da hidrogeni olan duzlar var. Bəzən onlarda qarşılıqlı yaranır. Nümunə üçün biz H3PO2 yazırıq. Bu turşu bir əsaslı turşudur. Bir əsaslı turşudur. Bir əsaslı turşudur. Deməli, bunun əsaslığı göstərən hidrogenin sayı 1'dir. Ona görə biz tutaq ki, yazıram natrium H2PO2. Bu bir normal duzdur. Çünki yerdə qalan 2 hidrogen əsaslığı göstərən hidrogen deyil. Və yaxud da kalsium H2PO2 yazmışam. Bu normal duzdur. Çünki kalsium hipofosfit turşusundakı hidrogeni göstərən əsaslığı tam əvəz edib. İndi bu tipli suallarda qarşılıq olmasın. Və yaxud da ki H3PO3. Bu turşu 2 əsaslı turşudur. 2 əsaslı turşudur. Nümunə üçün 2 əsaslı olduğu üçün biz burada əgər yazsaq natrium H2PO3. Deməli, bu turş duz olacaqdır. Çünki hələ bu hidrogenin içərisindəki bir hidrogen turşunun əsaslığını göstərir. Mən bu cür yazsam natrium 2 HPO3. Bəli, bu normal duzdur. Çünki bizim yerdə qalan turşumuz əsaslığı göstərən hidrogen deyil. Ona görə biz bu turşuya biz bu duza deyəcəyik normal duz. Və yaxud da belə yazsam kalsium H2PO3 şəklində. Mötərizədə bura bir 2 yazıram.
Çünki H2PO3 nəyin H2PO3-üdür? Fosfit turşusunun və fosfit turşusundakı hidrogenin biri belə deyək, metaldan əvəz olunub. Onun üçün də bizim burada yaranan bu turşu qalığı nədir? Bir valentlidir. Bir valentlidir. Kalsiyum isə 2 valentlidir. Ona görə də turşu qalığının indeksinə 2 düşür. Bunlar belə, yəni normal duzlarımız bu şəkildə. Əlavə olaraq bunların adlandırılmasına gəldikdə normal duzları adlandırarkən metalın adı turşu qalığı qeyd olunur. Nümunə üçün burada sink sabit valentlidir. SO4 də sulfat turşusunun qalığıdır. Deməli bunun adı olacaq sink sulfat. Digərinə baxsam, digərində kalsiyum ortofosfat. Çünki bizim burada PO4 H3PO4'ün PO4 olduğu üçün biz buna deyəcəyik kalsiyum ortofosfat. Əgər bizdə duzu əmələ gətirən metal atomu dəyişkən valentlidirsə, biz mütləq orada metalın valentliyini qeyd etməliyik. Nümunə üçün bu duzlarda. Mis 1 valentli də olur, mis 2 valentli də olur. Məsələn, bu duzun adını qeyd edəndə deyirik mis mötərizədə 2 nitrat. Mis 2 nitrat. Bu duzu qeyd edəndə turşu qalığı sulfitdir. Mis də dəyişkən valentli olduğu üçün və 2 valentli olduğu üçün yenə burada da mis 2 sulfit. Sulfit şəklində qeyd edərik. Və yaxud da digərində biz bilirik ki, dəmir dəyişkən valentlidir. Dəyişkən valentli olduğu üçün dəmirin valentliliyi qeyd olunmalıdır. Dəmir 2 sulfat şəklində qeyd edirik. Bunlar belə. İndi burada biz turşuların qrafik formulunu necə qurmaq lazımdır? Nümunə üçün kalsiyum ortofosfatın biz qrafik formulunu qurmaq istəyirik. Əvvəla onu qeyd edim ki, burada rabitələr hansı növdədir, ondan danışaq. Deməli, ümumi rabitələrin sayı bərabərdir. Necə tapırdıq? Oksigenin sayı vurulsun valentliyə. 2 dəfə 4, 8, 8-i 2-yə vuranda 16. Deməli, burada 16 dənə ümumi rabitə var. Və metal atomu və qeyri-metal atomu olduğu üçün həm kovalent rabitənin sayı var burada, həmçinin də ion rabitənin sayı var. Biz də bilirik ki, ion rabitənin sayı metalın sayı vurulsun nəyə? Onun valentliyinə. Kalsiyumda 2 valentli olduğu üçün 3 dəfə 2 eləyər 6. Deməli, burada da 6 dənə ion rabitəsi var. Kovalent rabitənin sayına gəldikdə, ümumi rabitənin sayından ion rabitənin sayını çıxıram, qalır 10. Deməli, 10 dənə də kovalent rabitə var. Biz burada qrafik formulu qurmaq üçün hər zaman uşaqlar turşu qalığından başlayırıq. Yəni, əvvəlcə turşu qalığının quruluş formulunu qurmalıyıq. Bunun üçün də mütləq siz turşuların quruluş formulunu qurmağı bacarmalısınız. Nümunə üçün PO4 H3PO4'ün PO4'üdür. O zaman mən PO4'ü bu şəkildə yazıram. Fosforu yazıram mərkəzə. Deməli, burada bizim PO4 3 əsaslı olduğu üçün, deməli bu 3 dənə əsasdan gəlmiş oksigen fosfora birləşir. Əlavə olaraq bir oksigenim qalır, onu da fosfora birləşdirirəm. Təbii ki, bizim burada olan hidrogenlərimiz neyiniyib? Kalsiyum atomu ilə əvəz olunub. Və burada baxsaz görərsiniz ki, PO4'dən 2 dənədir. Ona görə də mən 2 dənə turşu qallığını eyni ilə alt-alta yazıram. Yəni, eyni yazdığım şeyi bir də altından bu şəkildə qeyd edirik. Bu şəkildə qeyd edirik. İndi uşaqlar, bizim neçə dənə kalsiyum var? 3 dənə. Təbii ki, bizim bu oxlar hidrogenlərdir, kalsiyum əvəz edir.
3 dənə kalsiyumu yazıram. 3 dənə kalsiyumu bu şəkildə yazıram. Və kalsiyum 2 valentli olduğu üçün biri bura, biri bura birləşər. Kalsiyumun biri bura, biri bura birləşər. Digər kalsiyum biri bura, biri bura birləşər. Və biz bu şəkildə nə etdik? Kalsiyum ortofosfatın qrafik formulunu qurduq. İndi biz burada baxanda görürük ki, metal və qeyri-metal arasında olan rabitə ion rabitədir. İon rabitədir. Bunlar da həmçinin ion rabitədir. Və baxırıq ki, ion rabitələrin sayı neçədir? 2, 4, 6. 6 dənə xəttimiz var. Deməli, həqiqətən də biz də burada 6 tapmışdıq. Kovalent rabitələrin sayına gəldikdə, biri burada, biri burada. 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə. 10 dənə kovalent rabitəmiz var. Bu bizim deməli, qrafik formulunun qurulmasıdır. Və yaxud da, tutaq ki, uşaqlar, biz nümunə üçün normal duz yazmışıq. Bax, bu duzu yazmışıq. Əgər deyirsə də ki, natrium fosfit normal duzdur, yəni natrium 2HPO3. Aha, deyirik ki, bu normal duzdur. İndi biz HPO3-ün nədən gəldiyini bilməliyik. H3PO3-dən gəlib. H3PO3 isə 2 əsaslı turşudur. Ona görə də, yəni bu uşaqlar H3PO3-dən gəlmə turşudur. Düzdürmü? O da 2 əsaslı turşudur. Ona görə sən 2 əsaslı turşunu bu şəkildə formulunu qurarsan. Və bizim bir hidrogenimizdə fosfora birləşir. Yazdıq mı? İndi uşaqlar, təbii ki, burada bizim neçə hidrogenimiz qalıbdır? Bir hidrogenimiz qalıb, düzdürmü? 2 əsaslıdır. Ona görə biz hidrogenin birini buradan silirik. İkisini silirik. Çünki biri qalıbsa, o fosfora birləşəndir. Və bizim burada yazdığımız, bax, bu hissə, bu aşağıdaşıdır. Bu şəkildə ifadə elədik, eyni ilə. Sonra da natriumları nə edərəm? Birləşdirərəm bura. Çünki oldu qrafik formulunun qurulması. Sən burada ion rabitələri görə bilirsən. Kovalent və kovalent rabitələri görə bilirsən. Həmçinin də pi rabitələrin sayını burada görə bilirsən. Neçə pi var, neçə ion var, neçə kovalent var. Və biz bu birləşmədə baxsaq, görərik ki, bizim deməli ümumi rabitələrin sayı neçə olmalıdır? Ümumi rabitələrin sayı bərabər olmalıdır 6. Həqiqətən də saysaq görərik ki, 6 dənə deməli ümumi rabitə var. İndi bir şey var uşaqlar burada. Bizdə ümumi rabitələrin sayını tapanda, düzdür, oksigenin sayını vururuq, deməli, onun valentliyini 6. İndi əgər bizdə bu duzda əlavə hidrogen qalıbsa, o hidrogeni də onun üzərinə əlavə etməliyik. Yəni, burada rabitələrin sayı 6 deyil də 7-dir. Normal duzdur, amma normal duzdan əlavə sənin buradakı hidrogenin əsaslığı göstərən hidrogen olmadığı üçün əlavə bir rabitə əmələ gətirir. Ona görə də ümumi rabitələrin sayı burada 7 olur. İndi kovalent rabitələrin sayı, bir də yazıram ion rabitələrin sayı. İon rabitələrin sayı olacaqdır 2 dənə, metalın sayı vurulsun valentliyi. O zaman 7-dən də 2 çıxanda qalacaqdır 5. Həqiqətən də baxırıq ki, 5 dənə də kovalent rabitəmiz var bizim. Bu oldu bizim normal duzların adlandırılması, qrafik formulunun qurulması bu şəkildə. İndi gedirik ikinci nəyə? Turş duzlara. Turş duzlar nədir? Turşunun əsaslığını göstərən hidrogenlərin metal atomu tərəfindən qismən əvəz olunmasından yaranan duzlardır. Nümunə üçün yazıram natrium HSO4. Bu bir turş duzdur. Və yaxud da yazıram natrium H2PO4. Bu bir turş duzdur. Və yaxud da yazıram ferrium H karbon O3 iki şəklində. Bu bir turş duzdur.
və yaxud da feryum HS, buraya yazıram 1-2. Bunlar bir turş duzlardır. İndi biz baxırıq ki, buradakı turşu qalığı nəyin turşu qalığıdır? H2SO4'ün. Deməli, H2SO4'dəki hidrogenin biri əvəz olunub, biri qalıb. Həmçinin bu turşu hansı turşudur? H3PO4'ün turşu qalığıdır. Yəni hidrogenin biri əvəz olunub, ikisi qalıb. Eyni ilə buradakı turşu karbonat turşusundur və hidrogenin biri əvəz olunub, biri qalıb. Digərində isə sulfit turşusudur. Sulfit turşusu da iki əsaslı turşudur. Biri deməli metalla əvəz olunub, biri əvəz olunmamış qalıb. İndi bunları adlandırarkən deməli nəyə diqqət edirik? Biz yadda saxlamalıyıq ki, istər oksid olsun, istər əsas olsun, istər duz olsun. Əgər burada metal dəyişkən valentlidirsə, onun valentliyi qeyd olunmalıdır. Dəyişkən deyilsə, sabit deyilsə, metalın adı, əgər turş duz bir hidrogen atomundan ibarətdirsə, hidro, iki hidrogen atomundan ibarətdirsə, dihidro deyirik. Yəni, birincini adlandırarkən deyirik natrium hidrosulfat. İkincini adlandırarkən deyirik natrium dihidro ortofosfat. Natrium dihidro ortofosfat. Üçüncünü adlandırarkən deyirik dəmir. Mötərizə içərisində 2 hidrokarbonat. Karbonat şəklində. Çünki bizim buradakı turşu qalığındakı hidrogen turşuyu göstərən olduğu üçün biz orada deməli nə etməliyik? Hidrogeni qeyd etməliyik. Həmçinin digərində bu turşu qalığında isə yenə hidro olduğu üçün dəmir mötərizə içərisində 2 hidrosulfit. Hidrosulfit olacaqdır. Əlavə olaraq belə bir duzda yazaq uşaqlar. Yazıram kalsiyum deməli H2PO3. Bura bir 2 yazıram. İndi mən bu duzu adlandırarkən adını belə deyirəm. Yazıram kalsiyum, hidrofosfit. Çünki sənin H2PO3-ün H3PO3-dən gəlmədi və bir hidrogen əvəz olunubdur. Bir hidrogen qalıb. Nə olsun ki 2 hidrogen görsənir? Sənin o 2 hidrogenin içərisindəki hidrogenin biri turşuluğu göstərəndir. Və yaxud da belə yazıram. Kalsiyum HPO3. Bu bir normal duzdur. O zaman mən bunu deyirəm. Kalsiyum fosfit. Olacaq bunun adı kalsiyum fosfit. Çünki oradakı hidrogen, yəni bu hidrogen əsaslığı göstərən hidrogen deyil. Tamam, fosfora birləşir. Normal duzdur deməli. Adı olacaqdır kalsiyum fosfit şəklində. Tamam, bu şəkildə. İndi əlavə olaraq biz turş duzların qrafik formullarının qurulmasını yazaq. Yenə deyirəm, duzların qrafik formulunu quran zaman hər zaman turşu qalığından, yəni sağdan əvvələ gəlmək, yəni sondan əvvələ doğru gəlmək lazımdır. Nümunə üçün belə yazaq. Dəmir, feryum, H, karbon, O3 iş şəklində. Şöyle bunun adı olacaqdır dəmir, 2 hidro karbonat. Dəmir 2 hidrokarbonat duzu. Turş duzdur. İndi biz nəyə baxırıq? Gəlin bu turşu qalığının qrafik formulu quraq. İndi uşaqlar bu turşu qalığı hansı turşudan gəlib? Karbonat turşusundan. Sən karbonat turşusunu bilirsən ki 2 əsaslıdır. Və qrafik formulu qurdun mu? Mən baxıram ki burada H karbonu 3'dür. Deməli bunun hidrogenin birini silməliyəm. Düzdürmü? Yazdım.
İndi baxıram ki, burada bundan 2 dənədir. O zaman 2 dənəsini alt-alta deməli yazıram uşaqlar. Bu şəkildə. Oksigen. Bu şəkildə eyni turşu qalığını yazıram və hidrogenin birini yazmıram. İndi bizim nəyimiz var? Bir dənə dəmirimiz var. Bu dəmir də 2 valentlidir. Gəlib birləşər biri bura, gəlib biri də birləşər bura. Harda getdi? Bu da oldu bizim nəyimiz? Deməli, turş duzun qrafik formulunun qurulması. Burada indi ümumi rabitələrin sayı bərabərdir. Oksigenin sayı 2 dəfə 3-ün 6, 6 2-yə vuranda 12. Deməli, burada 12 dənə ümumi rabitə var. İndi gəlin sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12 dənə. Deməli, 12 dənə nə var burada? Ümumi rabitə var. Bəs indi biz deyə bilərsiniz ki, burada ümumi rabitələrin sayını tapanda niyə hidrogen üstə gəlmədi? Çünki burada hidrogen turşuluğu göstərən hidrogeni deyə onda saymırıq. Biz yalnız o zaman sayırıq ki, o hidrogen əsaslığı göstərmir. Tamam mı? Əsaslığı göstərmir. Kovalent rabitələrin sayı, bir də iyon rabitələrin sayı. Biz də bilirik ki, iyon rabitələrin sayı metalın sayı vurulsun valentlikdir. Olacaqdır 2 dənə. Həqiqətən burada da 2 dənə nə var? İyon rabitəsi var. 12-dən 2 çıxanda 10 dənə kovalent eləyəcək. Baxıram, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 dənə kovalent rabitəm var. Turş duzlarının qurulması bu şəkildə. Və yaxud da birinə də baxaq, nümunə üçün. Birinə qrafik formulunu quraq. Deməli, yazaq nəyi? Natrium H2PO4. Deməli, H2PO4-ün nədən gəldiyinə baxaq. O bizim gəlib deməli H3PO4-dən, yəni 3 əsaslı turşudur. Fosforu yazıram mərkəzə, oksigen birləşdirirəm. İndi baxıram ki, nəyim var burada? H2PO4-dür, silirəm hidrogenin birini. İndi nəyim var? Natrium var. Natriumu da gətirib birləşdirirəm bura. Deməli, sənin burada bu iyon o rabitəsi olacaq. Kovalent rabitə, kovalent rabitə, kovalent rabitə, kovalent rabitə, kovalent. Bu ikisi də kovalent olacaq. O zaman ümumi rabitələrin sayı bərabərdir. Oksigenin sayı vurulsun valentlik eləyəcək 8 dənə. 4 dəfə 2, 8. Kovalent rabitələrin sayı, bir də iyon rabitələrin sayı. İyon rabitələrin sayı da metalın sayı vurulsun valentlik. 1 valentlidir, sayı da 1'dir. 1'i 1'ə vuranda 1 eləyər. 8-dən 1 çıxaram 7 eləyər. Həqiqətən də saysaz görərsiniz ki, 2, 4, 6, 7. 7 dənə də kovalent rabitə var. Bu da oldu bizim turş duzların qrafik formullarının qurulması. Keçirik deməli üçüncü əsasi duzlara. Əsasi duzlar. Uşaqlar, əsasi duzlar nədir? Əsasi duzlar çox turşulu əsasların deməli turşu qalığı ilə qismən əvəz olunmasından yaranan duzlardır. Nümunə üçün belə yazaq. Feryum OH 2 xlor. Və yaxud da sink OH xlor. Və yaxud da magnezium OH xlorid. Və yaxud da alüminium OH xlor 2. İndi başqa bir nümunədə yazaq. Alüminium OH SO deməli 4 şəklində. İndi uşaqlar, burada biz əsasi duzların necə yarandığını gəlin aydınlaşdıraq. Deməli, biz bayaqları turşu qalığına baxırdıq. İndi əsas hissəyə baxacaq ki, bu feryum OH2 nədən gəlmədi? Feryum OH 3-dən. Çünki bir dənə OH, xlor isə H xlordan gəlmədi deyə. Yəni, OH-ın biri H müsbətlə birləşib suya çevrilib. Digərinə baxsam görəm ki, bəlli məsələdir ki, bu sink hidroksiddir. Sink hidroksiddəki bir OH xlorla deməli əvəz olunub.
və əsasi duz əmələ gətirib. Digərləri də eyni ilə. Məsəl üçün, bura baxsaq görərik ki, biz bilirik ki, alüminium OH, deməli, bu bizim olacaqdır alüminium hidroksid və 3 dənə OH var. 3 dənə OH-dan ikisi SO4 ekvivalentli qalıq olduğu üçün deməli SO4 ilə əvəz olunubdur. İndi bunların adlandırılmasına deyək, yenə əvvəlki duzlarda olduğu kimi burada da adlandıranda metalın adı, valentliyi dəyişkəndirsə valentliyi, OH-ı deyirik, OH-ın belə deyək, hidroksodu yoxsa dihidroksodu o qeyd olunmalıdır, sonda turşu qalığının adı. Nümunə üçün biz burada birinciyə baxsaq, biz bilirik ki, dəmir dəyişkən valentlidir və burada 3 valentlidir. O zaman biz burada deyərik, dəmir 3, dəmir, mötərizə içərisində 3, dihidroksoxlorid. İndi digərinə baxsaq, sink sabit valentlidir. O zaman sink, hidrokso, yəni bir dənə OH olduğu üçün sink, hidrokso, xlorid adını verərik. Digər nümunədə, misal üçün buna baxırıq, alüminiuma. Alüminium sabit valentlidir. O zaman yazıram alüminium, hidrokso, hidrokso. 2 dənə xlor olduğu üçün dixlorid. Alüminium hidrokso, dixlorid. Əlavə olaraq bizim bu hissədəki duzumuzu da adlandırsaq, yenə burada alüminium, hidrokso, sulfat. Çünki tərkibindəki turşu qalığı sulfat turşusunun qalığıdır. İndi bunlarda yenə qrafik formulların qurulmasına baxaq. Gəlin birincisi baxaq, deməli, dəmir 3 hidroksoxloridə. Yəni, feryum OH 2 xlorid. Baxın uşaqlar, bu dedik ki, dəmir 3 hidroksiddən gəlibsə, biz dəmir 3 hidroksidi necə yazırdıq? Əsasları necə qururduq? 3 dənə OH-ı bu şəkildə yazırdıq. Onları isə mərkəzi atomu dəmirə birləşdirir. Bu dəmir 3 hidroksiddir. Baxıram ki, orada OH 2-dir. Deməli, OH-ın biri yoxdur. OH-ın biri nə ilə əvəz olunub? Xlorla əvəz olunub. Və yaxud da feryum OH, xlor 2 yazmışam. Mən bura baxanda görürəm ki, yenə xlor özü 1 valentlidir. Mənfi 1 yüklüdür. Mənfi 2 buradadır, mənfi 1 buradadır. Deməli, burada dəmir 3 müsbətdir, yəni 3 valentlidir. Düzdürmü? İndi yenə eyni prosesi sən burada qursan, birinci əsası qursan, çaşmamaq üçün. Hansı ki, biləsən ki, hardan gəlmirsən sən. İndi uşaqlar, baxıram bir dənə OH-ım var. OH-ın ikisini silirəm və OH-ları nə ilə birləşdirirəm? Xlorla birləşdirirəm. Və yaxud da biz bura alüminium OH SO4 yazıram. SO4 mənfi 2 yüklüdür. OH mənfi 1 yüklüdür. O zaman alüminium burada müsbət 3 olacaqdır. Bunu da bilirik. İndi nə edirik? Yenə alüminium 3 əsaslı olduğu, 3 turşulu olduğu üçün 3 dənə turşunu biz necə yazırdıq? 3 dənə OH-ı yazırdıq. Bunları mərkəzi atoma birləşdirirdik. Birləşdirəndən sonra görürəm ki, mənim bir dənə OH-ım var. 2 dənə OH-ı silirəm. Nəyim var? SO4. SO4-ü uşaqlar yazıram bura. Deməli, bunun ikisi də gəlib birləşməlidir hara? Bura. SO4-də. İndi bunu daha aydın bu cür yazarıq. Sonra SO4-ümüz bizim necə yazılırdı? SO4 bu şəkildə yazılırdı. Düzdür? Oksigen, oksigen, oksigen. Bu şəkildə yazılırdı. Düzdür uşaqlar?
Bu bizim SO4'ün quruluş formulunun qurulması turşu qalığıdır. Deməli sənin buradakı turşu qalığındakı turşunun biri gəlib bura birləşir, biri isə bura birləşir. Harda getdi? Bu da oldu bizim əsassız duzların qrafik formulunun qurulması. Burada baxırıq ki, iyon rabitədir, iyon rabitədir, iyon rabitədir, kovalentdir, kovalentdir, kovalentdir. Bunlar hər ikisi kovalentdir, bunlar hər ikisi kovalent rabitədir. İndi burada bu belə uşaqlar. Bax burada da siz qrafik formulunu quraraq iyon rabitələrin, kovalent rabitələrin və yaxud da pi rabitələrin sayını tapa bilərsiniz və sizdən də bu soruşulur ki, hansı məsələn bu duzda pi rabitələrin sayının ümumi rabitələrin sayına nisbəti neçədir? Və yaxud da pi rabitələrin iyon rabitələrinə nisbəti neçədir? Bunları bilmək üçün siz qrafik formulu qurmalısınız. Çünki biz duza baxaraq yəni tez bir zamanda pi rabitələrin sayını tapa bilmirik. Çünki bu bizə belə deyək yanlışlığa yol verməmizə səbəb ola bilər. Onun üçün də ən gözəli tez bir şəkildə qrafik formulu qurmaqdır. İndi keçirəm növbəti dördüncü deməli bizim nəyimizə? İki qat duzlarımıza. Dördüncü uşaqlar, iki qat duzlar. İki qat duzlar. Biz iki qat duzlar nədir bilirik? İki qat duzlar deməli iki metal atomu və turşu qalığından ibarət olanlardır. Nümunə üçün bu şəkildə yazarıq. Və yaxud da belə bir nümunə yazaram. Və yaxud da belə bir nümunə yaza bilərik. Uşaqlar, iki qat duzlar turşu qalığındakı hidrogenlərin iki müxtəlif metal atomu ilə əvəz olunmasından yaranır. Bunların adlandırılmasına gəldikdə metalın adı, valentliyi, belə deyək, burada metallar olduğu üçün metalların adları valentlik dəyişəndirsə, valentliyin turşu qalığının deməli adı qeyd olunacaqdır. Nümunə üçün belə deyək. Birinciyə baxsaq. Burada ad olacaqdır. Natrium, kalium, karbonat. İkinciyə baxsaq, yenə eyni ilə kalium, alüminium, sulfat. Biz əgər burada hər hansı birini dəyişən valentli edəriksə, nümunə üçün mən magneziumu feryumla əvəz eləyirəm. O zaman bu birləşmənin adı kalsium, dəmir, 2 karbonat. Dəmir 2 karbonat şəklində qeyd eləyərəm. Bunların da adlandırılması və nümunələr bu şəkildədir. Qrafik formulların qurulmasına gəldikdə, qrafik formulların qurulması eyni ilə turşu qalıqlarını yazırıq. Nümunə üçün biz bu turşunun qrafik formuluna baxaq. Biz SO4'ü yazanda biz nəzəri olaraq bilirik ki, bizim SO4'ün deməli turşu qalığı bu şəkildə yazılır. Və 2 dənə olduğu üçün mən alt-alta 2 dənə turşu qalığımı qeyd eləyirəm. Aha, 2 dənə SO4'ümüz var mı burada? Bəli, var. Nəyim var? Kalium var, bir də alüminium var. Uşaqlar, bunun birinə kalium birləşər. Bu üçü isə hara birləşər? Alüminiuma birləşər. Çünki kalium burada 1 valentlidir, alüminium isə 3 valentlidir.
Ona görə sən burada iyon rabitə, iyon rabitə, iyon rabitə, bunlar da iyon rabitə. Yerdə qalanlar hər biri kovalentdir, 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 kovalentdir. Bu şəkildə. Hamısı kovalent uşaqlar, rabitələrdir. Tamam. Buradan da ümumi rabitələrin sayını deməli rahatlıqla tapmaq olar. Yəni oksigenin sayı vurulsun valentliyinə. Bu da oldu bizim nəyimiz? 2 qat duzlarımız. Burada məncə deyiləsi əlavə bir şey yoxdur. Nəyi başa düşməsəz, özünüz üçün qeydiyyatını aparın, dərsdə soruşarsınız. 5-ciyə baxırıq. 5-ci olacaq bizim deməli qarışıq duzlarımız. Qarışıq duzlar. Qarışıq duzlar isə çox turşulu əsasların müxtəlif turşu qalıqları ilə birləşməsindən əmələ gələnlərdir. Nümunə üçün kalsium, xlor O şəklində yazıram və yaxud da barium, deməli xlor NO3 yazıram və başqa bir nümunə yazaq, alüminium xlor 2, bir dənə də NO3 qeyd edirik. Əlavə olaraq bir nümunədə yazaq, alüminium xlor NO3, bir dənə də bu nümunəni yazaq. İndi burada bizim birinci adlandırılmasını yazaq. Həmişə çalışın ki, qarışıq duzları yazan zaman birinci oksigensiz duzları yazın, oksigensiz turşuların qalıqlarını yazın, sonra oksigenli turşuların qalıqlarını yazın. Adlandırılmasına gəldikdə yenə qeyd edirəm. Əgər dəyişən valentli metal varsa, valentliyi qeyd olunmalıdır. Yoxdursa normal metalın adı, turşu qalıqlarının sayı və adı. Nümunə üçün biz bu birləşməyə baxsaq, deyərik ki, kalsium, xlorid, hipoxlorid. Çünki sənin buradakı xlor O, uşaqlar, xlor O, H xlor O'dan gəlmədi. Ona görə H xlor O'nun adı nədir? Hipoxlorid. Deməli, biz orada qeyd edəcəyik hipoxlorid şəklində. Digər nümunəyə baxsaq, nümunə üçün bura baxsaq, biz burada nəyi müşahidə edirik? Deməli, NO3 2. Burada 2 olmamalıdır. Burada 2 olmamalıdır. Aha. Bu turşuların deməli duzlarını adlandırarkən yenə qeyd edirik. Alüminium. Xlordan 2 dənə olduğu üçün dixlorid. Sonda da nitrat. Dixlorid, nitrat şəklində. Əgər biz burada bu alüminiumu feryumla əvəz etsəm, o zaman yazardım dəmir, mötərizə səhəsində 3, dixlorid nitrat şəklində. Tamam mı? Digər bir duzumuzun adlandırılmasına baxaq. Bu zaman bunu adlandırarkən yenə alüminium, xlorid, 2 dənə nitrat olduğu üçün dinitrat şəklində qeyd edirik.